Demək, ad günündən çıxıram və bir xəbərlə qarşılaşıram. TikTokda hansısa bir səhifə demək paylaşım eləyibdi ki, ən yaxın dostumla şəklimi qoyub yazıbdı ki, Aysunun yeni sevgilisi. Hansı ki, 4-5 gün bundan öncə həmən şəkili özüm paylaşıb yazmışam ki, iyi ki doğdun yakışıklı kankam. Mən buradan bəzi adminlərə, səhifə adminlərinə və bəzi jurnalistlərə demək istəyirəm ki, o səhifə ilə bağlı zaten qanuni şəkildə müraciət edəcəm sabah. Buradan onu qeyd etmək istəyirəm ki, bugündən sonra mənim şəklimi, mənim icazəm olmadan hansısa bir bəylə yalan xəbər yaysanız, desəniz ki, nə bilim, bu Aysunun sevgilisidir, yalan doğru fərq etmir, mənim icazəm olmadan bunu paylaşsaz, sizi məhkəməyə verəcəm, bunu bilin. Zaten qanuni yolla səhifələrinizə blok atıb sildirməkdən bezmişəm artıq. Bir dəqiqləşdirin, araşdırın, sonra belə şey paylaşın, ayıbdır.